zəhərləyirlər. Bir qəpiklik yumurtaların içinə başqa əşyalar var imiş. Hə, içinə nəsə qatırlar, biri parça girib də, zəhər qatırlar da içinə. Əriyir. Elə zərrə bir qramın nə bilim, %10'dan içə biri. İndi biri süni yumurta da bütöy gedib də. Hə, zəhərləyirlər, iskustivini yumurta, iskustivini nə deməkdir? Onlar xərçəng yaradan deməkdir. O yumurtaları yiyən hamısı xərçəng olacaq. O yumurtaları kütləvi surətdə kim aldı? O şirin çörəklər zadar tort pişirənlər, şirin çörək pişirənlər, ümumiyyətcə çörək pişirənlər, kökə, şirin çörək, bulku belə şeylər pişirənlər. İndi o yumurta ilə pişirildi elə, yumurta ilə. İndi o yumurtanı sizin uşaqlarınız yeyəcək elə. Daha doğrusu yumurta ilə hazırlanan tort, pasta, şirin çörək, məktəbdə burger, var da bir şeylər. İndi onu uşağınız yiyəcək elə, uşağınız olacaq xərçəng. Uşağınıza da ən yaxşı halda ürəyinə stent qoyacaqlar. İlham Əliyev get-ha xalqı qıracaq. Ay qoyunlar. Ay nə bilim 8 milyondur, yaşlarını çaq, 7 milyondur. Ay qoyunlar. Mələşməyi bitirin. Mələşməyi bitirin. İlhamın sonudur. İlham get-ha sizi qıracaq. Hələ pomidorun qiyməti də düşəcək. İndi yumurtanı hazırlamaq olur da. Sonra nə? Hazırlanan nə məhsullar varsa, hamısının içinə qatacaqlar. Ay millət, İlham Əliyevə sahib çıxan erməni diasporası olacaq. Ya Fransada, ya Amerikada sahib çıxacaqlar. Ya Fransa, ya Amerikada. Erməni diasporası İlham Əliyevə sahib çıxacaq. Heç kim İlham Əliyev yaxın qoyan deyil. Çin fıskı dilədə. Rusiya Putin öz hayındadır. Offshore sonralardan da yiyip atacaklar. Bakın ay millet, alın. Bakın. Ha kardeş, o bir həqiqi yumurta var. O bir dənə həqiqi yumurtadır. 3 dənə iskustivini bir qəpiklik yumurta. İndi bir qəpik eləməyəcəklər, onu 25 qəpik eləyibsə satacaqlar yenə iskustivini yumurtanı. Bakın, indi bu burada həqiqi yumurtadır. Bak görürsünüz. Bak, vuran kimi dağılır bak. Bak dağıldı. Ama bak, değerlemeden. Bak, bunu çəngəllə götürür bak. Çəngəli sarısına batırır bak. Düşmür bak. Allah. Azərbaycanlı daha danışan. Bax bir qəpiklik yumurtadır alıbdır. Öz o çəngəl içi orada mənim zəhlən gediyor balaca. Enli, dilli çəngəl ha. Bu vaxt dağıtmalıdır. Bu danışan Azərbaycanlı da ola, bir də bilərsiniz. Yaponiyada çəkilib. Ola baxın. Danışır baxın. Parçalanmır. Mən yalan deyirəmsə dünyada ən fahişə praşmantovkaçılığın balası olum. Mən prezident oldum eləm. 3 ay sonra xərçəng xəstəliyinin artıq kütləvi surətdə bitdiyini, yoxa çıxdığını görəcəksiniz. Bir ildən sonra Azərbaycan xalqının Əliyevlərin zamanında bir həftəyə xərçəng tutanların sayı mənim 5 illik hakimiyyətimdə olmayacaq. Bax deyirəm sizə. Bir ildən sonra, bir gəldim 3 ayda hiss eləyəcəksiniz. Hana bu nədir ha? Yoxdur ki polislərdə, hani qan xərçəngi zadı. Yoxdur ki, yarı 5 dəfə azalıb 10 dəfə. Bir ildən sonra görəcəklər xərçəng tutan var ümumiyyətcə. Ay yiyin için kəfəliyin görün sizə nələr bəxş eləyəcəyəm. Birdən elə biz müxalifət ya, yandırımızdan deyirik, İlham Əliyevə nifrətimizdən deyirik. Ala bax. Demək olar ki Azərbaycandan danışırlar. Ala bax. Bir qəpiklik yumurtanın içindən yağ cisim çıxır. Silə müzakirələrə səbəb olan yumurtalarla bağlı şikayətlər gəlməyə başlayıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bu arada əgər siz də qarşılaşmısınızsa, bax bu görüntülərdən bir yağ cisim çıxıbsa şərhlərdə yazın. Allah baxın, çıxıb içindən çıxana bax. Yumurtanın içindən gəlir. Normal yumurtanın içindən əyri çıxır belə. Nə deyirlər ona? Belə əyri şey. Xoruzdudur. Eləmi? Deyirlər o şey. Onu az buraxırlar da yumurtaya süni daxı. İndi birində bir parça girib də. Allah bizə göstərməli daxı məzmunlara ki, yeməyin, qoyunlar. Hələ baxıram o gün biri paylaşıb. Bu videonun altdan yazıblar. Hələ mən yedim nə oldu? Lap qəşəng yumurta. Hələ sən pusat mənim daşçaqlarımı da versən. Versən bu daşçaqlarını da yumurta deyə yeyəcəksən. Əlbəttə olur, sən elə gündə sən gedən sıçı pokunu yeyirsən. Əlbəttə ki yeyəcəksən sən.